təhsil ocağı yoxsa ailə ansamblı? Vətəndaş iddia edir ki, onun çoxsaylı müraciətlərinə baxmayaraq Ağdam rayon 1-ci Yüzbaşı kənd orta məktəbində mənzərə dəyişilməz olaraq qalıb. Məktəbin müəllimi və texniki işçi heyəti rəhbərliyin qohum əqrabasından ibarətdir. Media TV Azmedia qrupu iddiaçı Ağdam rayon 1-ci Yüzbaşı kənd sakini Əliyev Rasimi təqdim edir, qarşı tərəfi dinləməyə hazırıq. Mən Əliyev Rasim Meytoğlu, Ağdam rayonu 1-ci Yüzbaşı kənd sakini. Nədir əsas probleminiz? Qardaş, bizim problemimiz odur ki, birinci növbədə 1-ci Yüzbaşı kənd orta məktəbində ailə ansamblıdır. Hamısı öz qohum əqrəbəsidir. Hamısı onun adına çıxırlar. Amma özünə nətər qohumdur, onu heç bir düzgün etiraf eləmir. Hamısı bizim adımıza yazır. Öz o qohum əqrəbəsi yox başına haqsızlığa yol verir. Təhsil yoxdur, uşağa dərs verən yoxdur. Ancaq özünükülərə verir. Qardaş, bununla bağlı etmişsiniz müraciət? Müraciət etmədiyimiz yer yoxdur. Hamısını qabati alat. Bax, bəlkələrdir. Təhsil nazirliyi, region hamısını boğur. Tahir Abbasov boğur. Tahir Abbasov nə deyir bu işlə bağlı? Tahir Abbasov deyir ki, nöqsan yoxdur. Əgər regiondan gəlib burada yoxluyurlar, deyir, nöqsanı var. Kim deyib onu? Fərid müəllim yoxsa? Fərid müəllim, bura yoxlama gəlib, məktəbə yoxlama. Deyir, nöqsan var. Arvadın adını dərs var, 5 saat. Nə bilim, nə dərsi deyir, nə dərsi deyir. 50'si qatır bir-birinə. Qarşı, deyirin, nöqsan yoxdur, yaxşı. Sən əgər bir regionun yiyəsisənsə, sən əgər bir regionu təmsil edirsənsə, sən nəyə görə deyirsən ki, nöqsan var, indi yoxdur. Sən deyirsən. Onun deməsindən bağlı əlinizdə maddi sübut var ki, o deyir qanun pozuntusu var. Qarabağ regionalının yoxlaması, Fərid adlı yoxlama. Deyirsiniz ki, məktəbdə qanun pozuntuları var. Fəridin onun deməsindən bağlı əlinizdə maddi sübut var. En qədər bir çəkiliş var. Ondan sonra nə bu sübut var? Videosu var Fərid. Videosu var, qardaş. Bax, belə səs var. Bəs niyə tədbir görürmüz? Sual vermirsiniz Qarabağ regionalının rəhbəri. Har arxaya indi, kim arxaya indi, mən bilmirəm, səs boğurlar. Qardaş, bizim səsini eşidən yoxdur. İndi oraya da bax, bir belə məktəbimiz var. Heç o vaxt məktəbə gedəndə bir adam demədi ki, uşaq məktəbə getir. Mənim məktəbimlə uşağın arası 150 metr deyil. Mənim uşaqla nəvələrim 3 kilometr sahələrlə, battaq basa-basayı, taxıllarla, yoncalarla gedir məktəbə. Nəyə görə? Başqa kəndi məktəbinə. Başqa kəndi məktəbinə gedir. Bu hansı quruluşa yazılır? Məktəbdən sizin Yüzbaşı kənd orta məktəbi ilə sizin evinizin məsafəsi nə qədər olar? 150 metr, 200 metr. 200 metr olan məktəb, mənim nəvələrim bir belə yol gedir. Sabah mənim körpələrim, mən hansı vətəndaşlıq kimi, mənim balalarım, nəvələrim çox gedir məktəbə. Kimədir müraciətiniz? Kimdən kömək istəyirsiniz? Mənim köməyim ancaq prezidentədir, Mehriban xanımadır, təhsil nazirlədir, nə bilim, baş prokurorladır, qardaş. Bizim bu dərdimizə bir bəla eləsin, bizi bu qurum yətər elə, bu bəladan qutarsınlar. Nə qədər olar bu? Boğma nə qədər olur? Başqa nöqsan, qardaş, başqa nöqsan, coğrafya müəllimidir, vakansiya vermir, deyəcək boş bırakır, saatlər yallah getdi. Arvadın adına 5 saat dərs var, özün adı, nəğmə adı. Musiqi nəğmə? Musiqi nəğmədir. Belə də olmaz axı. Yoldaşın adına musiqi dərsini yazır, amma halbuki yoldaşı biologiya müəllimidir. Biologiya müəllimidir. Halbuki biologiya müəllimidir. Musiqi dərsi deyil, halbuki biologiya müəllimidir. Tədbir görülmür də bundan bağlı. Heç bir tədbir görülmür. Bir belə şikayətə baxmayaraq, yenə də dərsi olduğu kimi köhnə nətər elədən ifa edirlər. Dəyişiklik yoxdur. Qardaş, bilmirəm. Tahir Abbasov arxaya indi. Nə arxaya indi bilmirəm. Region gəlir, yoxluyur. Deyir ki, nöqsan var. Amma tədbir görülmür. Amma tədbir görülmür. Yaxşı. Bəs kimə müraciət edəyik biz? Təbii ki, qalib prezidentimiz var, qalib liderimiz var. Prezidentə müraciət İnşallah səsinizə səs verirlər. İnşallah səsimizə səs verirlər. Müraciət edəcəyik, prokuror edəcəyik, belə bilim məclisə də hamısına deyiləcək də.